Salam gənclər, mən videoqraf Əsgərov Fəxri. Bugün sizlə çox maraqlı bir viral olmuş toy videosuna baxacağıq. Öncə bu videonun orijinalını izləyək. I was a young kid searching for his place in the world. And I saw you. I was smitten by your natural. İndi gəlin bu videonun Azərbaycan versiyasını izləyək. I was a young kid searching for his place in the world. And I saw you. I was smitten by your natural way of being, your kindness, and the strength of your inner child. Hər iki videonu izlədik. Öncəliklə onu deyim ki, mən bugün həmkarımın Azərbaycanda çəkdiyi eyni videonun peşəkarlıq səviyyəsindən, ümumiyyətlə bu işin səriştəli və ya səriştəsiz olduğundan danışmayacağam. Amma qısaca onu deyə bilərəm ki, həmkarım ora biraz öz yaradıcılığını qata bilərdi. Birə-bir başqa gəlinlə bəyin səsini işlədib. Tamam, anlayıram, bu alqoritmin bizə verdiyi bir fürsətdir. Biz bəzən viral olmuş səslərlə video çəkib paylaşa bilirik. Amma nəticədə bu yaradıcı bir işdir. Bura biraz həmkarım öz yaradıcılığını qata bilərdi. Mənim danışmaq istədiyim toyun orijinal videosundandır. Mən bu videonu bir neçə dəfə izləmişəm. Çox zövqlüdür. Sən yəhudi əsillidirlər. Bunlar bir binanın damında görüntüləri var. Rahat, çox kompleksiz. Mənə maraqlı olan bilirsiniz nədir? İnsanlar necə bu qədər azad ruhlu ola bilirlər? Necə bu qədər kompleksiz ola bilirlər? Necə o anları bu qədər xoşbəxt yaşaya bilirlər? Bu insanlar nə edirlər ki, bizdən fərqli? Bu qədər rahat və xoşbəxt davrana bilirlər. Rifahdırmı, yoxsa milli adət-ənənədən gələn bir şeydirmi bu? Məsəl üçün Azərbaycan versiyasında da izləsəniz, çox qəşəng cütlükdür. Deyərdim ki, onlar da çox yaxşı əylənirlər. Amma nəticədə yenə o məqamlar var ki, o məqamlar videodan insana yansıyır və o məqamları biz hiss eləyə bilmirik. Adamlar doğrudan da çox səmimi və xoşbəxtdirlər və bu xoşbəxt anlarını çox rahat şəkildə ifadə eləyə bilirlər. Mənə çox maraqlıdır. Niyə? Bəs o əjdahadan niyə bizdə yoxdur?